Sizə bir dənə sual verəm mənə. Yox. Bilirəm, o sualdan olacaq verim. Demək, gördüyünüz kimi öz saçlarımdır. Dedim, biraz istirahət eləyim və istirahət eləyir saçlarımı yeyək, qulluq eləyək. Keçən həftə demişdim ki, gəlib burada baxım var, belə bir video. Haradaydı? Hə, bu. Prosedur, hə. Ay, əlim fırlatdım. Hə, sözünü de. Prosedur mən çəkəcək göstərəcək. Ay, sağ ol. Gözəl bir proseduradır, yəni sağlam saçlar. Yəni qanunlar üçün çox vacibdir. Bilmirəm nədir, ona görə də etapla nə çəkilsə, nə olsa göstərəcəm indi. Nəticə nə? Nəticəsi həll olur yəni. Super. 2 ay, 3 ay, 4 ay. Saç hər halda bundan yaxşı olacaq da. Qalır, sağlam şəkildə qalır. Saçımı yuduq, biraz belə quruladıq və belə bir... Bəli, məlumat verə bilərsən. Sən bir də məlumat, mən bilmirəm axı nədir bu. Botoks, soyuq botoks. Soyuq botoks. Saçın bərpasıdır. Yanmış, zədəli, sonra zayıfladan sonra zədə almış saçları bərpa edir. 100% bərpa edir. Mənim də saçım kraskalı olduğu üçün artıq zədələnmişdi. İllərdir yəni kraskalı vururam. Və son bir ildə də qaynaq saç o da ziyan verir. Yəni baxım nəzərdən eləmək lazım, çünki saça xeyirdir. Yəni istəyir saç qıran olsun, istəyir asıl yenidən zədə alsın, istəyir zayıfladan zədə alsın, istəyir qurusun, saçda vurma gedəndə, bədəndə zəiflik olanda vitamin satmayanda əlbəttə ki, biz çöl tərəfdən ona kömək edirik saçın bərpasına. Belə, başlayaq. Başlayaq. Bir daha bir xiyar eləmişdim. Amma onun nömrəsini verəcəm. Ay, bu da sarıçkamı geyinim. Abırlı. Все. Yuduq, qurutduq. Biraz uçuşqa elədik, slipka. Və budur hazırdır. Və saçım da biraz uzanır. Amma uçları... Saçın keyfiyyəti oldu qəşəng. Hiss edirəm. Əsas o da yumuşaqdır. Əsas mənim üçün uçları da yumuşaqdır. Belə, mən gedə bilərəm. Bir də bunu nə vaxt eləmək lazımdır? 2 ay sərbəst qalır saçın. 2 aydan sonra görüşürük. Yaşlı olan üçün nəmləndirici, öz şampunu ilə nəmləndirici şampunu ayırıyorsun saç. Okey. Sırpası soruyorsunuz.